Bu böyük uğurdur. Bu böyük uğurda əməyi keçən hər bir kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Bu bizim kollektivin, başda federasiya prezidenti olmaqla və bu uğur iki cəhətdən çox əhəmiyyətlidir. Birinci, siz fikir verdinizsə, burada gənclərdən keçən yeni idmançılar qələbə qazandılar, bir qızıl və 2 bürünc medal götürdülər. Bu, onu göstərir ki, artıq yeni boks nəsli yetişməkdədir və bu yeni nəsil öz uğurları ilə Azərbaycan idman ictimaiyyətini sevindirəcəkdir. Digər bir vacib məsələ isə ondan ibarətdir ki, bizim burada uğur qazanan boksçularımızın biri Tağı Nəsibov Bakı şəhərindən, Çipan Mamedov Ağcabədi şəhərindən, Səbuhi Əlizadə isə Gəncə şəhərinin yetirməsidir. Bu da onun göstəricisidir ki, paytaxtla yanaşı Azərbaycanın bütün bölgələrində boks idman növü inkişaf edir. Bir daha bu işdə əməyi olan hər bir kəsi təbrik edirəm və bu qələbələrin davamlı olmasını arzu edirəm.